Salam. Bu dərsimizdə biz kompüterdə proqramların başladılmasının bir neçə üsulunu öyrənəcəyik. Biz bu üsulları Microsoft Office paketinin proqramlarından olan Microsoft Word proqramının üzərində aparacağıq. Qeyd edək ki, Microsoft Office paketinin yüklənərkən əsas menuda öz əksini tapır. Yəni Start menusu əsas menu hesab olunur. Üzərində gəlir Al proqramlar. Al proqramların içərisində Microsoft Office paketinin proqramları var ki, onun içərisində də Microsoft Word vardır. Biz Microsoft Word-ün üzərində gəlmişik və sağın sol düyməsini bir dəfə çıqıldatmaqla proqramımıza başlatmaq olar. Qeyd edək ki, biz Start menusuna girərkən, yəni Al proqrama girməmiş, Microsoft Office paketinə baxmamış, burada Microsoft Office proqramının içində olan Word proqramı mövcuddur. Biz burada sağın üzərində sol düyməsini bir dəfə vurmaqla da başlatmaq olar. Əgər Start menusuna başlayarkən, yəni bu proqram bu menuda yoxdursa, yəni Word proqramı ilk Start menusunda yoxdursa, yəni Al proqrama girməmiş yoxdursa, onun üçün Al proqramlardan Word-ün üzərinə gələrək sağın sağ düyməsini vururuq. Gördüyünüz burada Start menu var, mövcuddur. Yəni bu bölümə əlavə etmək üçün istifadə olunur və əlavə olunan Word-ü həmin yerdən silmək üçün istifadə olunan əmrdir. İkinci üsulumuz idi, bu qeyd etdik. Tez başlatma zolağından başlatmaq olar. Tez başlatma zolağı tapşırıq zolağında yerləşir. Yəni bu gördüyümüz bu hissə tapşırıq zolağıdır. Start menusunun istiqamətində olan bu bölümə tapşırıq zolağı və onun üzərində olan bu hissə isə tez başlatmaq zolağıdır. Və tez başlatmaq zolağında olan Microsoft Word-ün üzərinə gəlib sağın sol düyməsini bir daha vurmaq lazımdır. Burada da qeyd edək ki, əgər tez başlatma zolağında proqramımız yoxdursa, yəni əlavə etmək lazım gəlirsə, yenə Start menusundan gəlirik Word-ün üzərində sağın sağ düyməsini vurduqda Pin to Taskbar bölməsindən istifadə edir. Bax, qeyd edim ki, burada pin yazır. Yəni ki, orada yoxdur, əlavə edəcək. Əgər tez başlatma zolağında mövcuddursa, burada un pin yazacaq. Yəni ki, un pini vurduqda həmin proqram itəcək, yəni ləğv olacaqdır. Pin vurduqda həmin proqram tez başlatma zolağına əlavə olur. Yenidən həmin bölməyə girsək, burada üzərində sağ düyməni vursaq, burada un pin yazacaq, yəni ləğv etmə kimi nəzərdə tutulur. Vurub həmin əmri seçsək, aktivləşdirsək, buradakı tez başlatma zolağında olan Microsoft Word ləğv olacaq. Növbəti əməliyyatımız, yəni başlatma üsulumuz iş masasından başladılmasıdır. İş masasından, yəni qısa yol vasitəsilə başladılmasıdır. Qısa yolumuz var burada. Qısa yolumuzun üzərində sağın sol düyməsini qoşa çıqqıldatmaq, yəni 2 dəfə arxa-arxaya çıqqıldatmaqla başlatmaq mümkündür. Əgər iş masasında qısa yolumuz yoxdursa, Start menusundan Al proqramlar, yenə Office proqram Word-ün üzərinə gəlib, sağ düyməni vurub kopyalamaq vasitəsilə və yaxud sürüşdürmək vasitəsilə iş masasında qısa yol kimi əlavə etmək olar. Növbəti başlatma üsulumuz isə, sağın sağ düyməsi vasitəsilə bəzi proqramları əlavə etmək mümkündür. Yəni, bəzi proqramlar var ki, onu birbaşa sağın sağ düyməsindən istifadə edərək yeni bölməsində burada bir çox proqram əlavə etmək mümkün olur və onların içində eyni zamanda Microsoft Office paketinin proqramı Word-ü də əlavə etmək mümkündür sağ düymə vasitəsilə. Yəni, Microsoft Office paketinin Office Word-ün üzərində sağın sol düyməsini bir dəfə çıqqıldatsaq, simgəsi gəlib ekrana düşəcəkdir, yəni iş masasına düşəcək. Burada qeyd edim ki, simgə və qısa yol arasında müəyyən fərq var. Simgə və qısa yolu ayırt eləmək üçün, yəni fərqləndirmək üçün qısa yolun üzərində olan bu ox
onu göstəricisidir ki, yəni bu qısa yol və simgə arasında fərq kimi baxmaq olar. Bunlar biz kompüterdə proqramların başlatmağın bir neçə üsulu idi ki, istifadə etdik. Diqqətinizə görə sağ olun.